gözəl bir gündən hamınızı salamlayıram. Allah hamımızın ruzu bərəkətini versin inşallah. Bir dəyərli izləyici müraciət elədi ki, onun yarımçıq qalmış bağ evini sizə təqdim edeyim. Mən sizə adəti üzrə məlumatları verim. Hörmətli izləyicilərim, bura Coradil qəsəbəsidir, dəniz yolu deyirlər. Dənizə yaxın məsafədə 5 sot yarım üzərində, torpağı üzərində dəyərli izləyici bu gördüyünüz bağ evini, villanı tikibdir. Bura 300 minə qədər pul xərcləyib, yəni xərci çıxıbdır. Bu vəziyyətdə satır. Saxlayıb, indi davam eləyə bilmir. İstəyir satsın bu vəziyyətdə, kim alsa o cür davam eləsin. Həyətində yaradılmış şəraiti mən sizə təsvir edeyim. Girəcəkdə hamam, tualet üçün tikili var burada. Evin yan tərəfində 8-in 4 metrəyə hovuz salınıbdır. Evin sol tərəfində bir maşınlıq qaraj və orada qış mətbəxi salınıbdır. Bu həyət yanı sahəsində olan məlumatlar idi. İndi isə evin içərisində olan bəzi detalları sizə deyim. Qaba inşaat məsələsi önəmli bir şeydir. Bu evdə də bu detala fikir veriblər. Yəni betonun rəngindən görürsünüz ki, burada yüksək keyfiyyətli betondan istifadə olunub 500. Armaturlar da yüksək keyfiyyətli armaturlardır. Dərnəgüldə olan zavodun armaturlarıdır. Plastik pəncərələr də yaxşı materiallardan qoyulub. Bura qədər hər şeyi yüksək səviyyədə ediblər və alıb, əgər zövq olaraq bəyəndirsə bu proyekti, bu evi, ərazini, alıb davam edə bilərsiniz. Üzü yaya burada komfortlu şəkildə yaşaya bilərsiniz əzizləyicilər. Birinci mərtəbədə bir zal otağı, 2 otaq, 3 otaq, ümumilikdə birinci mərtəbədə 4 otaqdır. İkinci mərtəbədə 3 yataq otağı, bir də ümumi hamam otağı yerləşir. İkinci mərtəbədən dəniz mənzərəsi də var. Yataq otağından birbaşa dənizə mənzərə var və həmişə də dənizin havası gələcək otağa, oksigen bolluğu. Tupik bir məhəllədə yerləşir. 6 qonşudan ibarətdir. Bağ qonşularıdır. Evin də girişi buradır. Sənəd də kupçadır. Kimə maraqlıdırsa, mənim nömrəmlə əlaqə saxlasın, yerində bir daha görsədək. Sağ olun, var olun.